hər hansı bəyanatlar verməyib. Biz qeyri-rəsmi şəxslər. Məsələn, mən Milli Cəbhə Partiyasının sədr müavinəm. Mənim vəzifəmdir Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin hüquqlarının qorunması istiqamətində öz mövqeyimizi bildirək, onların hüquqlarını müdafiə edək. Həmçinin Güney Azərbaycan 40 milyona yaxın Azərbaycanlının səsidir. İran rejimi, fars, komünist dairələr 50 ilə yaxındır ki, onların bütün hüquqlarını tapdalayır. Onların 40 milyona yaxın mütləq şəkildə Azərbaycanlının səsi eşidilməlidir. Onların hüquqları bərpa olunmalıdır. Yəni, İran rejimi bilirsiniz, bu qərarı verib. Çünki görür ki, ayaqlanma var. Artıq xalq, Güney Azərbaycanlılar öz milli kimliyini tanıyır. Onlar öz müstəqilliklərini yaxın perspektivdə elan edəcəklər. Artıq onlar öz hüquqlarını bilirlər. Həmçinin Güney Azərbaycan televiziyası, həmçinin Azərbaycan Dövlət Televiziyasının apardığı bu işlər xüsusilə Güney Azərbaycanlılara, bizim oradakı soydaşlarımızın hüquqların qorunması istiqamətində apardığı işlər Tehranda demək olar ki, narahatlıq doğurur. Deməli, biz düz yoldayıq. Güney Azərbaycan televiziyası düz yoldadır və biz bu mübarizəni, bu siyasəti daima və axıra kimi də aparmalıyıq ki, tam Güney Azərbaycanlılar öz təməl hüquqlarına malik olsunlar və Tehran rejimi mütləq şəkildə onların müstəqilliyində tanımalıdırlar. İran rejiminin verdiyi bütün qərarlar tamamilə yanlışdır, qeyri-konstruktivdir və hazırda da İranı kim idarə edir, o da bilinmir. Məhəmməd bəy, ümumiyyətlə hesab etmək olarmı ki, bax bu qərar elə həm də İranın hazırki Fars rejiminin Güney Azərbaycan hərəkatından necə qorxduğunun göstəricisidir? Əlbəttə ki, mən dedim. Çünki artıq Güney Azərbaycan televiziyası və xaricdə Güney ilə bağlı müəyyən təşkilatların apardığı iş Təbrizdə, Xoyda, Mərəddə, Həmədanda artıq orada Azərbaycanlılar, Azərbaycan türkləri öz hüquqlarını bilirlər. Onların demək olar ki, siyasi maarifləndirilməsinə öz təsirini göstərir. Ona görə də İran rejimi bundan narahatdır. Ona görə də düşmən televiziyası siyasına alıb. İsrail başa düşdü, bunu edə bilərsə, Amerika televiziyaları düşmən siyasına sala bilərsən. Amma sən qonşu ölkə Azərbaycan Dövlət Televiziyasını, Güney Azərbaycan televiziyasını heç bu siyahıya ala bilməzsə, yəni artıq onlar Güney Azərbaycan televiziyasının apardığı işi uğurlu olduğunu, bunun artıq Güney Azərbaycanda müsbət nəticə verdiyinin şahidi olduqları üçün onlar istəyirlər. Baxın, Güney Azərbaycan televiziyası silsilə verilişlər, akademik cəhətdən Züleyxa xanımın veriliş və digər aparıcıların verilişləri hamısı bizim oradakı soydaşlarımızın siyasi maarifləndirilməsində, milli hüquqlarının qorunmasında, Tehran rejiminin bu baskıların dayandırılmasına yönəlib. Biz nə istəyirik? Mütləq şəkildə 40 milyona yaxın Azərbaycanlı haqq səsi eşidilməlidir türklərin, Azərbaycan türklərinin və onlara qarşı mənəvi terrora son verilməlidir. Yəni, bunun nəticəsi artıq var. Buna görə də Tehran rejimi hərəkətə keçib. Bu bloklanma ilə, bu kimi bəyanatlar verməyinə Tehran rejimi özünü daha da dərin taktik və strateji böhrana salır. Fikir verin. Buyurun, buyurun. Yox, buyurun, siz davam edin, Məhəmməd bəy. Fikir verin, bax, hərbi cəhətdən demək olar ki, məğlub olurlar. Amerika Birləşmiş Ştatları artıq onların su, enerji və yol infrastrukturunun hədəf alır. Bugün səhər artıq onların televiziyaların da, informasiya vasitələrinin də, mərkəzlərin də vurub dağılacaqlar. Bu müharibədə Azərbaycan Respublikası İrana kifayət qədər humanitar yardımlar edir. Amma göründüyü kimi onlar hər fürsətdə Azərbaycan Respublikasına qarşı düşməncəsinə öz siyasətlərini ortaya qoyurlar.
Bəli. Məhəmməd bəy, hansı məqama fokuslanmağımızı istərdim? Demək ki, İran konstitusiyasında mövcud olan bütün müddəalara qarşı hazırki rejim tamamilə aykırı, ziddiyyətli ritorika, praktika addımlar atmaqdadır. Preambulasında qeyd edilir ki, İran müsəlmanların təəssübkeşi rolunda çıxış eləyir, müsəlmanlara qardaş ölkədir dolayı yolla. Ancaq tam bunun əksini demək olar ki, yürüdürən xarici siyasət prioritetləri ilə də daxildə eyni zamanda digər etnik qruplaşmaları olan münasibətdə də biz şahid ola bilirik ki, tamamilə ziddiyyət mövcuddur. Digər farslarla yanaşı etnik qruplara olan münasibətin dövlət səviyyəsində bərabər olduğunu təxminən ifadə edən müddəalar var. Ancaq tamamilə əks siyasətin biz hazırki Fars rejimindən həyata keçirildiyini görə bilirik. Heç bir formada onların milli hüquqları da daxil olmaqla azadlıq hüquqları belə bir çox formalarda əllərindən alınır. Ən azından bu edam cəzalarının haqsız formada tətbiq olunması ilə biz bunu görə bilirik. Siyasi hüquqlardan heç ümumiyyətlə biz danışa bilmirik. Ümumiyyətlə heç bu mövzuya düşünürəm ki, giriş etməyin belə mənası yoxdur. Çünki o hüquqların hər hansı bir formada icrasından İranda danışmaq mümkün deyil. Və məsələni gətirib çıxarmaq istəyirəm. Bax, hazır ki, bu məlumata ki, eyni zamanda İran konstitusiyasında azad formada məlumat almaq hüququ da mövcuddur. Ancaq hal-hazırda bu qərarın verilməsi ilə növbəti dəfə davamlı formada bu hüququn da insanların əlindən alındığını İran rejimi təsdiq edir. Təbii ki, İran konstitusiyasında yerli xalqların, İranda yaşayan xalqların öz dillərində danışma hüququ var. 1979-cu ildə Xumeyni inqilabından sonra qəbul edilən konstitusiyada həmin vaxtı təsdiq olunub. 50 ilə yaxındır ki, demək olar ki, İran konstitusiyasında yerli xalqların ilə xüsusilə Azərbaycan türklərinin öz dillərində danışmasının təməl hüququ konstitusiyada dərc olunub, amma nəticə sıfır. Bəli, tamamilə bu günləri İran şovinist dairələrinin apardığı siyasət İran konstitusiyasına ziddir və bu verilən qərar da elə İran konstitusiyasının pozulması deməkdir. İnsanların informasiya almaq hüquqlarının da əllərinə alınır və onlara qarşı tamamilə informasiya blokadası tətbiq olunur. Tamamilə doğru qeyd etdiniz. İran konstitusiyasında müsəlman ölkələri ilə qardaşlıq və müsəlman ölkələri təəssübkeşi. Amma baxın, İran daima uzun illər müsəlman ölkələri ilə müxalifət. İran-İraq müharibəsini nəzərdə tutmaq lazımdır. İran İslam İnqilabı elan olunandan sonra İranla İraq müharibə elədi. 30 il Azərbaycana qarşı bunlar düşmənçilik siyasəti apardılar, Ermənistanı dəstəklədilər, Azərbaycana qarşı işğalın yanında oldu İran. İndi də yenə Azərbaycana qarşı düşmən ölkələr baxmayaraq ki, digər müsəlman qonşulardan fərqli olaraq Azərbaycanla İran eyni məzhəbdədirlər. Amma bu günləri tam Ermənistandan da daha çox düşməncəsinə İran dövləti, İran Azərbaycan düşmənçiliyi. Bilirsiniz niyə? Çünki Azərbaycan türklərdir və 40 milyonda Azərbaycan türkü Cənub Azərbaycanda yaşayır və onlar Azərbaycan Respublikasının özlərinin təhlükəsizliyi üçün təhdid görürlər. Həmçinin İranda hakimiyyətdə olanlar hesab edirəm ki, müsəlman deyirlər. Onlar müsəlman cildinə girmiş zərdüştlərdir. Sasani siyasətini, Əhməni siyasətini aparan ideologiyasına sadiq olanlardır. Fars para, İslam para. Bunu mən açıq demək istəyirəm. Ona görə də onlar tamamilə İslamdan da uzaqdılar. İranın adını İslam Respublikası qoyublar, amma tamamilə İslam dininə zidd siyasət aparırlar. Əfqanistanla münasibətlər ziddiyyətlidir. Türkmənistanla siyasət ziddiyyətlidir. Xorasan istiqamətində türkmənlərin təməl hüquqları pozurlar. Suriya xalqına qarşı bunlar 10 ildən artıq cinayət həyata keçirdilər. Yüz minlərlə müsəlman Suriyalının qanına batıb İran rejiminin əli. Türkiyə qarşı, müsəlman Türkiyə qarşı eyni siyasət. Körfəz ərəb ölkələrinə qarşı eyni siyasət. Baxın, amma Xristiyan Ermənistanla qardaş və dostlar. Baxın,
rəhmətə gedən Xamneyinin bütün çıxışlarına Ermənistanla bizim qədim qardaşlıq əlaqələri var, bizim onlarla xüsusi münasibətimiz var. İran Buddist, indi din məsələsinə gəldikdə, çünki onların konstitusiyasında İslam məsələsi var da. Buddist Çinlə bunlar, ateist Çinlə bunlar qardaşdır, Xristian Rusiya ilə qardaşdır, Xristian Ermənistanla qardaşdır və Tehranda bunlar Yahudilərlə də qardaşdır. Çünki bilirsinizsə, İranda Yahudilər yaşayır, Ortodoks Yahudilər, onlarla da qardaşdır. Bunların İran, Fars, şovinist siyasətinin düşmənləri müsəlman və türklərdir. Bəli, müsəlmanlardır. Bir mənalı müsəlmanlardır və bütün qonşu müsəlman ölkələrlə Xristian Ermənistan çıxmaqla tamamilə münasibətlər düşmən səviyyəsindədir. Bilirsiniz, artıq İraqla da münasibətlər kəskinləşir. Çünki İraq dövləti Suriya ilə də münasibətlər kəskinləşir. Bəhreyndə, Qətərdə, Omanda, Küveytdə, Səudi Ərəbistan demək olar ki, bunlar vurub dağıdırlar. İsrailə bir hücum həyata keçirilmir. Yeganə hücum hədəfləri ərəb ölkələridir. Ancaq ərəb ölkələri. Fikir verin, müsəlman ölkələrində də bunlar terror təşkilatları yaradırlar, silahlı qruplar. Xumeynizm ideologiyasını bunlar hakimiyyətə gətirmək üçün. Fikir verirsiniz, Azərbaycana qarşı Hüseynin terror təşkilatı, İraqda müxtəlif silahlı qruplar, müsəlman Yəmən ölkəsində müxtəlif silahlı qruplar. Məqsədiniz nədir siz? Nə etmək? İslam, hatta qoyulur İslam inqilabını ixrac etmək. Burada müsəlman ölkələrdə nəyi, hansı İslamı bunları ixrac edəcəksiniz? Xeyr, bunlar öz yaxın şərqdə öz imperiyalarını qurmaq istəyirlər. Səsbani Əhməni, Amerika vurub dağıtdı həmin siyasət fiyaskoya uğratdı. İndi Yəməndə olan proksi qüvvələri də sıradan çıxardılacaq. Yəni, tamamilə İran konstitusiyasında olan bəndlər var ki, müsəlmanlara aid, tamamilə bunlar bunun əksini həyata keçirirlər. Bilirsiniz, Fars diplomatiyası yalan, uzun eradan əvvəl də biz tarixə nəzər salırlar, bunlar ancaq və ancaq türklərə qarşı düşməsini siyasət aparırlar. İslam qəbul olunandan sonra, indi üzdə İslamı qəbul edəndən sonra da bütün düşmənçiliklər də müsəlmanlara qarşı olur. Məhəmməd bəy, ümumiyyətlə hazırki Fars rejiminin siyasətində biz bir absurdizmin olduğunu, heç bir formada məntiqi ardıcıllığa, sistemliyə uyğun olmadığını görə bilirik. Elə xarici siyasət əlaqələrində də biz bunu görürük. Elə İsraili düşmən elan edib, ancaq İsraildən başqa bütün müsəlman ölkələri ilə düşmən olmaqda da biz bunu görürük. Azərbaycanda siyonizm axtarışında olanda da biz bunu görürük. Bax, elə bu qərarın qəbulunda da, media ilə bağlı müvafiq qərarın qəbulunda da biz eyni qeyri-rasionallığı, qeyri-məntiqiliyi biz görə bilirik. Yəni, hazırki rejim düşünmürmü ki, əslində bu qərarı qəbul etməklə, hazırki media qurumlarının adlarını o siyahıya salmaqla, əslində daxili ictimaiyyətin marağını daha da artırmış olur o qurumlara? Tamamilə doğru qeyd etdiniz. Bu Seban generalları var ki, onlar konkret olaraq demək olar ki, İsraildə hakimiyyətdə olan Binyamin Netanyahu'nun siyasətinə eyni siyasət həyata keçirirlər. Baxın, Binyamin Netanyahu da qonşulara, yəni İsrail xalqı haqqında onlar yaxşı xalqdır, İsrail dövləti və İsrail xalqı tam başqa, indiki siyasi hakimiyyət orada tamamilə başqadır. Və Binyamin Netanyahu'nun qonşularına qarşı işğalçı şovinist siyasət həyata keçirir. Eyni də İranda Sepah. Və hazırda da Sepahın da verdiyi qərarlar demək olar ki, İsrailin siyasi hakimiyyətinin çörəyinə də bağlıdır. Fikir verirsiniz, necə məmnundur orada İsrailin siyasi hərbi kabineti və bundan əlavə təbii ki, verilən bu qərarlar daxildə xalqın marağına səbəb olacaq və həqiqətən də Güney Azərbaycanlılar, oradakı bizim soydaşlarımız daha çox Güney Azərbaycan televiziyasına, Azərbaycan dövlət televiziyasına və digər Azərbaycan kanallarına onlar daha da diqqət ayıracaqlar. Mən hesab edirəm ki, anti-təbliğatın da özü bir təbliğatdır və alınan bu qərar ilə Tehran rejimini öz əleyhinə işləyəcək.
Məhəmməd bəy, bax bu qərar Azərbaycanla münasibətlərə necə təsir göstərə bilər? Bilirsiniz, biz öyrəşmişik İranla verilən bu qərarlara. Bundan da Azərbaycana qarşı daha da qeyri-konstruktiv və düşməncəsinə qərarlar olub. Təbii ki, biz bunları neytrallaşdırmışıq. Biz həmişə çalışmışıq ki, İranla normallaşma, qarşılıqlı etimad əlaqələrinə söykənən bir siyasət quraq, amma Tehrandan bunun əksini görürük. Baxın, müharibədə mən qeyd etdim, Azərbaycan İrana humanitar yardımlar göndərirdi. Azərbaycan prezidenti, İran prezidenti həftədə 2 dəfə telefon danışığı aparırdı. Bu müharibədə biz tamamilə neytral durduq. Amma yenə də İrandan anti-Azərbaycan siyasətini şahid olunur. Hətta deyirdilər ki, Azərbaycan ərazisindən PUA-lar qalxır, cürbəcür absurd bəyanatlar heç birində təsdiqini tapmadı, çünki belə bir şey də yox idi. Yəni, təbii ki, verilən bu qərar bir daha onların iç yüzünü biz görürük. Tehran rejiminə heç vaxt etimad etmək olmaz. Rəsmi Bakıda siyasətini bu istiqamətdə düşünürəm ki, qurur. Çünki biz bundan sonra da Tehran rejimindən anti-Azərbaycan ritorikasının şahidi olacaq. Biz, yəni qeyd etdiyim kimi, normal əlaqələrə dəyər veririk, önəm veririk, amma bu anormallığı biz Tehran rejimindən görürük. Məhəmməd bəy, Güney Azərbaycan çərçivəsində, yəni hərəkatın media fəalları nə cür reaksiyalar verməlidirlər? Çağırışlarınız nə yöndədir? Təbii ki, Güney Azərbaycanlılar fəalları Təbrizdə, Tehranda, Ərdəbildə və kifayət qədər bu istiqamətdə milli hüquqlar uğrunda mübarizə aparanlar şəxslər var. Təbii ki, onlar açıq şəkildə bunu deyə bilməzlər, çünki SİBA onlara qarşı ciddi tədbirlər görə bilər. Amma Avropada, Amerikada kifayət qədər güneyli soydaşlarımız var və onlar bu istiqamətdə sosial şəbəkələrdən istifadə etməlidirlər, Güney Azərbaycanlılara çağırış etməlidirlər, onların hüquqlarını, öz hüquqları uğrunda mübarizəyə səsləndirməlidir, pasiv olmamalıdırlar və başları ticarətdən ayrılmalıdır. Bir növ Təbrizdə, Ərdəbildə bizim soydaşlarımız Güney Azərbaycanda demək olar ki, daha çox 90% ticarətlə məşğul olurlar. Heç olmasa başlarını qaldırıb öz hüquqları uğrunda mübarizə də aparmalıdır. Mən hesab edirəm ki, Amerikada və Avropada bizim güneyli soydaşlarımız Güney Azərbaycanla sıx əməkdaşlıq, Güney Azərbaycan televiziyasından da sıx əməkdaşlıq etməlidirlər, bir mərkəzdə birləşməlidirlər, fikir ayrılıqlarını da kənara qoymalıdırlar, eyni amal uğrunda mübarizə aparılmalıdır. Bəli, minnətdarıq sizə Məhəmməd bəy dəvətimizə qəbul etdiyiniz üçün, maraqlı çağırışları bölüşdüyünüz üçün. Bəli, əziz izləyicilər, Məhəmməd Əsədullazadə ilə biz önəmli bir mövzunu müzakirə etmiş olduq. Bir daha xatırladıram, söhbət nədən gedir? İran Kəşfiyyat Nazirliyinin yaydığı yeni siyahı Tehranın informasiya məkanına nəzarəti daha da sərtləşdiyini göstərir. Nazirlik xaricdə fəaliyyət göstərən bir sıra media qurumlarını və jurnalistləri düşmən media kimi təqdim edib. Siyahıda İsrail televiziyaları, BBC, Amerikanın səsi, Azadlıq radiosu ilə yanaşı Azərbaycanın dövlət televiziyası olan ASTV və ABŞ-da fəaliyyət göstərən Günas TV-də yer alıb. Bəyanatda həmin media qurumları ilə hər hansı formada əlaqə saxlayan, onlara məlumat, foto və ya video göstərən şəxslərin casusluqla bağlı qanunvericiliyə əsasən 2 ildən 5 ilədək azadlıqdan məhrum ediləcəyi bildirib. Bu addım təkcə media ilə bağlı qərar deyil, həm də İranın informasiya təhlükəsizliyi siyasətində yeni sərtləşmə mərhələsi kimi də qiymətləndirilir. Xüsusilə Güney Azərbaycan mövzusunda yayımların genişləndiyi və ölkə daxilində informasiya üzərində nəzarətin artırıldığı bir vaxtda ASTV və Günas TV-nin hədəfə alınması Tehranın hansı mesajı verməyə çalışdığını və bunun İran-Azərbaycan münasibətlərinə, eləcə də Güney Azərbaycandakı informasiya mühitinə mümkün təsirlərini bilərək bu addımı atıb ki, elə bu təsirləri də biz bu dəfəki buraxılışımızda müzakirə etmiş olduq. Elə bu siyahıda yer alan bizim təmsil etdiyimiz televiziyada Günas televiziya bundan sonra da özünün obyektiv mövqeyinə sadiq qalmağa davam edəcək. Güney
güneydə yaşayan, Azərbaycanın güneyində, Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqlarının, hüquqlarının, milli haqlarının, siyasi haqlarının müdafiə olunması və tətbiq olunması yönündə bütün imkanlarını bir media qurumu olaraq səfərbər etməyi bacaracaq, həqiqətləri, baş verən hadisələri, insidentləri, bu hüquqların, haqların pozulması ilə bağlı rejimin ortaya qoyduğu bütün imkanları qabartmağı bacaracaq, dünya ictimaiyyətinin də bütövlükdə bütün bu baş verənlərdən və İranın Fars rejiminin öz konstitusiyasının bütün müddəalarına aykırı, ziddiyyətli formada hansı əməlləri həyata keçirdiyini, bundan sonra da daha obyektiv formada qabartmağı bacaracaq. Bütün bu addımlar da hər hansı bir siyahların dərc olunması da təbiidir ki, bizim kanalın, Günas TV-nin fəaliyyətinə heç bir formada öz təsirini göstərməyəcək və bundan sonra da yayımlarımız təbiidir ki, eyni axarında və həmin məlumatların da baxmayaraq ki, rejimin heç bir formada maraqlarına xidmət etməmiş olur və ən bariz formada iç üzünü ortaya qoymuş olur. Təbiidir ki, biz məqsədli şəkildə bunlar həyata keçirilmir. Ən real informasiyaların qabardılmasıyla elə rejimin iç üzü, belə desək, ortaya qoyulmuş olur ki, biz də yenə söyləyirəm ki, eyni formada həqiqətə söykənən informasiyanın bundan sonra da paylaşılmasına, qabardılmasına, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışacaq. Eyni zamanda güneyli fəallarımızın fəaliyyəti yönündə də müxtəlif ekspertlərimizin bu yöndə elə fəal olan ekspertlərimizin çağırışlarını da dilə gətirməyə çalışacaq. Çünki hər bir cəmiyyət üçün həqiqətə söykənən informasiya olduqca vacibdir. Bax, biz bu əhəmiyyəti də kanal olaraq təbiidir ki, qəbul edirik və öz fəaliyyətimizdə də əsas prioritetlərdən biri elan etmişik və bundan sonra da eyni mərama, belə desək, xidmət etməyə davam edəcək. Odur ki, bu yöndə çatdıracağımız informasiyaları da, halları da, baş verən insidentləri də, onların təhlilini də obyektiv formada eşitməyiniz üçün gözünüz, diqqətiniz ilə bizim mövqedə olsun, Günas TV-də olsun. Növbəti buraxılışda görüşən